Bəlkə öyle gündən keçir ki, qaynana sənə qulluq eləsin. He? Yox, mən sənin üçün o qaynanalardan deyiləm. Gəlim mənim süpürgəmdir. Harada qoydum, orada tutturmalıdır. Sizcə evləndikdən sonra valideynlərlə birgə yaşamağı evliliyə mənfi təsir edir? Xeyr, etmir. Hal-hazırda edir. Yəni indiki cavanlara görə. Ancaq bir yerdə olmaq daha yaxşıdır. İndiki cavanlar biraz özəlliyi xoşlayırlar, azadlığı xoşlayırlar. Ona görə. Məncə yox, dediyim kimi, yəni əsasən belə baxıram, dini baxımdan baxıram elə şeylərə. Mən özüm məsələn istəyirəm ki, mənim evlənəcəyim qadın, yəni həyat yoldaşım, mənim ailəmlə bir yerdə qalsın. Mənə necə baxırsa, yəni o da məni dünyaya gətirən anadır, ona da elə baxsın. Mən qaynanamı çox istəyə bilərəm, çox sevə bilərəm, amma belə götürəndə məsəl üçün mən öz anamla belə bəzən elə olur ki, yola gedə bilmirəm də. Yəni başqa bir qadınla inana bilmirəm ki, mən yola gedə bilərəm. Yəni onunla bir evdə yaşaya bilərəm. Həm də ki, ayrı olanda məncə insan daha hörmətli olur, daha yəni arada hörmət olur. Yəni lori dildə desək, o aradakı pərdə götürülmür də. Məncə ayrı qalmaq daha yaxşıdır. Demirəm məsəl üçün mənfi təsirləri var, amma müsbət təsirləri də yoxdur bir yerdə qalmağın. Mən məsəl üçün evdə bəlkəm üzr istəyirəm ifadəmə görə qısa geyinmək istəyirəm, amma onun qaynananın yanında eləyə bilməyəcəm. Məsəl üçün elə ola bilər ki, mənim sevdiyim yemək, mən bugün bunu yemək istəyirəm, amma mən məcbur olub qaynanama görə o yeməyi bişirməliyəm. O vaxt bizdə eləmirdi. Deyirəm, niyə görə? Valideyndən şirin şey yoxdur dünyada, ay xanım. Övlad nə qədər valideynlə bir yerdə olsa bir o qədər yaşayır. Ayrı yaşayırlar, ancaq o effekti vermir. Ancaq atanın, ananın yanında qalmaq başqa şeydir. Ayrı olsa məncə daha yaxşı olar. İnsan öz qərarlarını özü sərbəst verir, sonra onları yerinə yetirməkdə heç kəsin nəzarətində bəlkə sıxılar. İnsan özü olmağı daha rahat olar məncə, hər bir işdə. Mənim fikrimcə, evləndikdən sonra valideynlərlə birgə yaşamaq mənfi təsir göstərmir. Nəyə görə? Çünki bizim mənəvi milli dəyərlərimiz var. Onların balacalara göstərilməsi üçün, kömək göstərilməsi üçün valideynlərlə yaşamaq vacibdir. İki şəxs arasında bir problem yarandıqda və yaxud da bir anlaşılmazlıq yarananda həmin o böyüklər kiçiklərə müdaxilə edib o anlaşılmazlığı aradan qaldıra bilər. Mən bunu tələb eləməyəcəm nəyə görə? Çünki mən evlənəcəyim insan mənim kimi bir insan olduğu üçün buna qarşı çıxmayacaq. Yəni elə bir problem yaranacağını düşünmürəm. Təbii ki, o ailənin özündən asılıdır. Ailənin təməli necə qurulursa, ailədə yaşamaq da o cürlə davam eləyir.